bunlar qan töküblər və bunların fəsadları hələ günümüzə qədər də davam eləyir. Hansı fəsaddır? O toxum ki, bu günlərdə artıq düzəlməyə başlayır. Hansı toxumdur? Məcəl, bu gün Suriyada Ələvilərə olunan zülüm. Suriyada minlərlə Ələvini öldürürlər, ailələrini qarət eləyirlər, başlarının hicablarını çıxardırlar, hər üslubda insanı öldürürlər, baş kəsirlər, doğrayırlar, qanları tökürlər. Məcə Peyğəmbər, sual verirəm, ey özünə Peyğəmbər ümməti deyən şəxs. Məcə Peyğəmbər bu işləri görübbü? Məcə Peyğəmbər kiminsə də başını kəsməyə, nəinki kəsmək, başının kəsilməsinə əmr eləyibbi? Məcə Peyğəmbər kiminsə də qanının tökülməsinə əmr eləyibbi? Xeyr. Peyğəmbər və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbər rəhməti idi. Hər bir aləmdə aləmlərin ən üstünü və aləmlərin ən rəhmətlisi